Salam, hər vaxtınız xeyir əziz üçüncülər. Gəlin sizlərlə birlikdə pullar, hesablamalar, gəlir, xərc, qazanc mövzusu ilə tanış olaq. İki mövzu ilə birlikdə. Daha sonra isə bu mövzu üzrə, bu bölümü üzrə daha doğrusu monitoring imtahanlarına hazırlıq məqsədi ilə yaradılmış Zambaq nəşrlərindən ümumi sınaq kimi video izah paylaşacağım. Amma ilk öncə gəlin başlayaq. Pullar hesablamalardan verilmiş məbləği manat və qəpiklə ifadə edin. İlk öncə gərək görək nə qədər pulumuz var. 50, 50, 100. 100 qəpik bilirik ki 1 manatdır. 1 manat 50. O da 10, 60. 1 manat 60 qəpik B variantında. 2-də deyir 1 manatın 4də 1 hissəsi. 1 manat 100 qəpikdir. 100-ün, baxın çevirəndən sonra eləyirik. 1 manat bərabərdir 100 qəpik. 100-ün 4də 1-ini tapırıq. 100-ü 4-də böləndə eləyir 25 qəpik. Cavab B variantı. 3-də də şəkildəki paltarları alsam nə qədər pul ödəməliyim? 8 manat 12 qəpik, daha doğrusu 8 manat 20 qəpik. Deməli, bu eləyir 20 manat. Daha sonra 20 üstə 50, 70 qəpik. 20 manat 70 qəpik pul ödəməliyəm. 4-də deyir, Sənan 4-də də 50 qəpik pulu var. Sənanın nə qədər pulu var? 2-dən 50 qəpik 1 manatdır. Digər ikisi də 1 manat, yəni 2 manat pulu var. 8 manat 80 qəpik ilə 4 manat 50 qəpiyin fərqini hesablayın. Gəlin uşaqlar, sizdə çevirmədir. Gəlin çevirək. 880-i 80-dən çıxaq 450-ni bu formada çıxa bilərsiniz. Eləyir 4 manat 30 qəpik A variantında. 1 kiloqram qənd alıb kassaya 5 manat verdim. Aha, 1 kiloqram qənd 2 manat 70 qəpikdir. Kasser nə qədər pul qaytarmalıdır? Yəni 500-dən çıxaram 270-i. Sizdə xırdalama hələ ki yoxdur, ona görə çevirmə var. Sadəcə çevirib həll edirik. 2 manat 30 qəpik pul qaytarmalıdır. Cavab B variantı. 7-də deyil, verilmiş pulu qəpiklə ifadə edin. Deməli 100, 100, 200, 250, 260, 265. Cavab B variantı. Verilmiş pulun 4də 1 hissəsini tapın. Aha. Deməli 5, 5, 1000. Aha. 50. Yox, bunu nə istəyir? Hə. 10 manat, 12 manat, 12-ni də 4-ə bölürük 3. Bunu çevirməyə ehtiyac yoxdur. Aha, manatla istəyir çünki. Deməli 12 manatı 4-ə bölürük, eləyir 3. 3-də 1-də 3, cavab B variantı. 3 manat 20 qəpik ilə 5 manat 10 qəpiyin cəmini tapın. 320, yəni 320 üstə gəl 510. Bu deyilir 830, yəni 8 manat 30 qəpik A variantı. Boş xanaya uyğun ədədi yaz. 5 manat 5 qəpik 505 edir. Oy, mən niyə 100 yazdım? 505. Bu da B variantında bizə verilib. İndi baxırıq. Burada deyəsən dolaşıq var. Dolaşıqlıq var. Bir saniyə. Aha, yox, onun tapşırıqları, yəni çalışmaları yox idi. İndi isə gəlir, xərc, qazancla tanış olaq. Uşaqlar, gəlir nədir? Gəlir odur ki, əldə olunan pul və ya qazancın ümumi məbləğidir. Yəni maaş, kimsə maaş alır və yaxud da nəsə satır, ondan gəlir əldə edir. Bax, bu gəlirdir. Xərc isə pulun xərclənən hissəsi, yəni ödədiyin məbləğdir. Məsəl üçün, gedirsən harasa və nəsə almağa çalışırsan, hansısa əşyanı mı, ərzaqı mı almağa çalışırsan, ora xərclənən pul xərc adlanır. Qazanc isə mənfəət, yəni gəlirdən xərci çıxanda qalan puldur. Məsələn, mən tutaq ki 500 manat maaş alıram. Onun ayda, yəni kommunalını, nə bilim, paltarını, ərzaqını xərcləyirəm. 400 manat 500 manat pul alıram, 400 manatı bütün xərclədiyim pul olur. Yerdə nə qədər qalır? Yəni aldığım maaşdan bu xərclədiyim pulu çıxıram və mənə qalan, geriyə qalan pul isə qazanc adlanır. Yəni qazanc bərabərdir, gəlir çıxılsın xərc. Bu formada hesablanır. Ona görə elə buna əsasən başlayaq tapşırıqlar üzərində tətbiq etməyə. Aha, başlayaq ilk testdən. Mən nə dedim? Hansı münasibət doğrudur? Gəlir çıxılsın xərc bərabərdir qazanca. Cavab olacaq B variantı. Ailənin aylıq gəliri 680, harda yazım? Aha, 680 manatdır. Yəni bir ailə aylıq gəliri
680 manat. Kommunal xərclər 140 manatdır. Üstəgəl, digər xərclər isə 230 manatdır. Ailənin belə deyək də, aylıq yığımı nə qədərdir? Yəni onlara nə qədər pul qalır? Buradan da 140-ın üzərinə gəlirik. 230-u, yəni xərclənən pulları eləyir 370. Daha sonra bu 680 manat pul alır ha. Ondan 370-i çıxırıq ki, bizə qalan pul məlum olsun. Bu da 310 manat bizə, yəni ailəyə pul qalır. A variantında bizə verilib. Bir planşet zavoddan 250 manata alınır və mağazada 280 manata satılır. Deməli, bu alış qiyməti 250-dir. Amma satanda üzərindən müəyyən qədər pul qoyub satır. Bir satışdan mağaza nə qədər qazanc əldə edir? Bunu bilmək üçün də satdığı qiymət müəyyəndir ki, yəni hamı bilir ki, müəyyən qədər üstünə qoyursa, deməli satdığı qiymət daha baha olar, daha çox olar. Ona görə də 280-dən 250-ni çıxırıq. Cavab B variantı olmuş olacaq. 1 kiloqram narın qiyməti 1 manat 50 qəpikdir. 2 kiloqram narın qiyməti isə biz bilirik ki, 3 manat olmuş olacaq. Yığımı 410, xərci 380 olan ailənin gəlini hesablayın. Aha, nə qədər maaş alır? Əgər 410 manat yığırsa, 380 də xərcləyirsə, deməli 590, daha doğrusu neçə idi? 300. Deməli 790 manat gəliri var bu ailənin. Cavab C variantı. Baxırıq digərinə. Aha. Portağalın 1 kiloqramı 2 manatdır. 15 kiloqram portağalın qiyməti, daha doğrusu portağal satışında nə qədər gəlir əldə edilir? Təbii ki də 15-i 2-yə vururuq, 30 manat gəlir əldə etmiş olacaq. Ailənin aylıq gəliri 400 manat, xərci isə 325 manatdır. Yığımı nə qədərdir? Təbii ki də yığımını bilmək üçün 400-dən çıxıram 325-i, bu da eləyir 75 manat. Yəni hər ay ailənin cibinə 75 manat cəmi pul qalır. Daha sonra baxırıq. Ambarda 4 manata alınan 1 kiloqram düyü 6 manata satılır. Mən bayaq nə dedim? Satılması daha baha olduğuna görə satış qiymətindən alış qiymətini çıxırıq. Yəni 6-dan 4 çıxanda qalır 2. 20 kiloqram düyünün satışında neçə manat gəlir əldə edir? Qazanc əldə edir. Təbii ki də 40 manat qazanc əldə etmiş olurlar. Daha sonra xərc 70 manat, qazanc 150 manat olan gəliri hesablayın. 150 üstə gəl 70 eləyir 220, cavab C variantı. Daha sonra rəssam rəsm üçün ödənilən 400 manat pulun 803 hissəsini boyalara xərclədi. Aha, gəlin boyalara xərclədiyi pulu ilk öncə tapaq. 400-ü, baxın qıraqda yazıram, yəni solda yazıram. 400-ü bölürəm 8-ə, vururam 3-ə. 400-ü 8-ə böləndə eləyir 50, 50-ni də 3-ə vuranda eləyir 150. Bu xərclənən puldur. Rəssam bu işdən nə qədər qazanc əldə etdi? Deməli 400-dən çıxıram 150-ni. Bu da eləyir. Deməli birini götürmüşdü. 250 manat. Cavab B variantı. Daha sonra çalışmalara baxaq. Bir saniye. Aha. Deyir ki, ümumi məbləği manatla ifadə edin. 10 manat, 2-dən də 50 qəpik 1 manat eləyir 11 manat. 2 manat, 50, 70, 90, o da 3 manat. Burada 3 manat eləmək olacaq. 15. Deməli, burada eləyəcək 16 manat. Daha sonra D-də eləyəcək 8 manat. E-də eləyəcək 17 manat. F-də eləyəcək 3 manat. Verilmiş pullara əsasən sualları cavablandırın. Nə qədər pul əlavə etsək 20 manat olar. Ümumilikdə nə qədər pulumuz var? Deməli 10, 12 manat pulumuz var. 20-dən 12 çıxanda qalır 8. Nə qədər pul əlavə etsək 10 manatımız olar. Burada 7 manat pul var. Ondan 7 çıxanda 3 manat. 50 manat olar deyir. Burada nə qədər pul var? 30, 31 manat pul var. 29 manat pul əlavə eləsək 50 manat olmuş olar. Nümunəyə əsasən boşluqları doldur.
5 ədəd 10 qəpik 50 qəpik eləyir. 2 ədəd 5 manat nə istəyir bizdən? Aha. 2 ədəd 5 manat 10 manat eləyir. Daha sonra 2 ədəd 50 qəpik 1 manat eləyir. Bu da 5 ədəd 1 manat 5 manat eləyir. 4-ə baxırıq. Verilmiş məbləğlərin cəmini tapın. Deməli, burada 11 manat 80 qəpik. Daha sonra burada 2, 4, 60, aha, burada eləyir. Burada siz çevirərsiniz də 270-in üzərinə 460 gələrsiniz və 7 manat 30 qəpik. Daha sonra C-də 12 manat 20 qəpik, 10 manat 40 qəpik eləmiş olacaq. Çalışmaların 5-ci çalışmaya baxaq. Cədvəli tamamlayın. Deməli, burada cədvəl əslində sadəcə toplanan cəmi tapmaqdır. Yəni, çox da burada böyük bir şey ehtiyac yoxdur. 500-dən 130 çıxanda eləyir 370. 250 üstə gəlir 200 eləyir 450. 400-dən 170-i çıxanda eləyir 230. 500 ilə 50-ni toplasaq 550. 480 üzərinə 210 gəlsək eləyir 690. Üzürlü sayın. Daha sonra yox çıxsaq, niyə topladım mən? Üzürlü sayın. Aha. Eləyər 270. Daha sonra burada toplasaq əgər biz eləyəcək 560. Ondan sonra deməli 3 daha sonra 373. Daha sonra burada da eləyir 420. Bu formada yaza bilərsiniz. Boşluqları tamamlayın. Deməli, B-də verilib 720, B-də 280. Sadəcə çeviririk. 510, 715, 145 və 620. Verilmiş məbləğlərin fərqini tapın deyil, sadəcə çıxacaq. 8-dən 2 çıxanda deməli 610, yəni 6 manat 10 qəpik, 4 manat 15 qəpik, daha sonra 1 manat 85 qəpik, ondan sonra 3 manat 90 qəpik, 6 manat 20 qəpik, 3 manat 10 qəpik, ondan sonra 1 manat 85 qəpik, 1 manat 20 qəpik. Məsələləri deyir, həll edin. Qiyməti 2 manat olan əşyadan 2 ədəd alsaq nə qədər pul ödəməliyik? 4 manat. 15 manat köynək aldı, 50 manat veribsə, satıcı ona nə qədər pul qaytarmalıdır? 50-dən 15 çıxırıq. Daha sonra 15 nə istəyir? 50 manat. Nə qədər pul qaytarmalıdır? 35 manat. Mən niyə duruxdum burada bilmədim. 90 qəpik olan 5 ədəd karandaş aldı. Aha, o satıcıya nə qədər pul ödədi? 4 manat 50 qəpik. Daha sonra 11 manat 30 qəpik pul var. Bu pulun 4 manat 5 qəpiyini götürüb xərclədim. Kassamda nə qədər pul qaldı? 6 manat 80 qəpik. Deməli, uşaqlar, pullar mövzusunda da bu qədər. İndi 4 rəqəmli ədədlər və pullar mövzusu ilə bağlı növbəti video izahımda monitorinqlərə hazırlaşan şagirdlər üçün Zambaq nəşrlərindən izahlar paylaşacağım. Buyurub baxa bilərsiniz. Videolar faydalıdırsa bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Bu günlük bu qədər. Hələlik.